Salam, hər vaxtınız xeyir. Sizə düzbucaqlı üçbucaqda bəzi əsas düsturlar var ki, məsələlərin həllində bizə kömək olur. Onlardan bəzilərini verəcəm. Birinci düsturumuz aydındır ki, düzbucaqlı üçbucaqda ən çox tanınan, ən məşhur Pifaqor teoremidir. Katetlərin kvadratları cəmi bərabərdir hipotenuzun kvadratına. Yəni düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi bərabərdir hipotenuzun kvadratına. Bu əsas düsturumuzdur. Və düzbucaqlı üçbucaq aydındır ki, bir bucağı 90 dərəcə, digər bucaqları isə iti bucaq olan üçbucaqdır. Daha sonra düzbucaqlı üçbucağın sahəsi haqqında iki düsturu verim. Birinci düsturumuz, deməli, düzbucaqlı üçbucaqda sahə katetlər haisinin yarısına bərabərdir. Yəni, S bərabərdir A vur B böl 2. İkinci düstur isə, əgər düzbucaqlı üçbucağın daxilinə çevrə çəkilibsə, bu formada məsələlərdə istifadə olunur bu düstur. Və hipotenuz parçaları, hipotenuz iki parçaya ayrılıbsa, burada sahə bərabər olacaq hipotenuz parçaları haisindən n vur n-ə. Deməli, katetlər verildikdə katetlər haisinin yarısı, hipotenuz parçaları verildikdə isə S n vur n-dir. İki düstur isə düzbucaqlı üçbucağın daxilinə çəkilmiş və xaricinə çəkilmiş çevrələrin deməli ifadəsidir. Belə deyək, birinci düzbucaqlı üçbucaqda daxilinə çevrə çəkilibsə, bu çevrənin radiusu, yəni R bərabərdir katetləri cəmindən hipotenuzu çıxıb bölürük 2-yə. Katetləri cəmindən hipotenuzu çıxıb bölürük 2-yə. Növbəti düstur isə, əgər düzbucaqlı üçbucağın xaricinə çevrə çəkilibsə, onda bu çevrənin radiusu, yəni böyük R bərabərdir S böl 2. Yəni, düzbucaqlı üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu hipotenuzun orta nöqtəsidir. Bax, belə. Hipotenuzun orta nöqtəsidir. Yəni, S 2R-ə bərabərdir. Bir düstur isə, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən hipotenuza endirilmiş hündürlüyün kvadratı hipotenuz parçaları hasilinə bərabərdir. Bir də düzbucaqlı üçbucaqda deməli sinus, kosinus, tangens, kotangens ifadələri ümumiyyətcə trigonometrik düsturlar çoxdur. Sadəcə olaraq ilk anlayışlar sinus, kosinus, tangens, kotangens. Deməli sinus alfa düzbucaqlı üçbucaqda iti bucağın qarşıdakı katetin hipotenuza olan nisbətidir. ABC desək, alfa desək. Yəni A böl C'dir. Kosinus alfa bitişik katet